Bütün gün evdə nə iş görürsən deyən yoldaşım üçün kiçik bir video hazırladım. Öncəliklə saat 7-dir, çıxdım, tovuqları çıxartdım. Havanın günlü olduğuna aldanmayın, gah tutulur, gah boşalır. Ardından səhər tezdən yudum paltarları səldim, evə getdim, uşaqları yedizdirdim, içizdirdim, hazırladım. Bu saat 11'dir. Keçdim uşaqlar üçün krem hazırladım. Günorta içində gül kələmi hazırladım. Bu arada biz sadəcə öğünlərdə bir yemək yeyirik. Çünki artıq bir yemək olanda mənim acığım tutur və məncə yemək israf olur. Ona görə nə olursa olsun günorta ayrı, axşam ayrı, yəni sadəcə bir yemək yeyilir bizdə. Ardından bir şirketliklərim var idi. Onları da əlavə edib uşaqlarım üçün qəşəng kremli tort etdim. Ardından gördüm həyətdə uşağım atası ilə oynayır. Atası orada işləyirdi. Gül kələmim də pişdi. Mən də bu arada yarısını da qaynanamgilə apardım. Burada armud ağacını göstərirəm. Gör nə gözəl çiçəkliyibdi. Qaynanam da quş əppəyini göstərirdi. Doğru pişirəndə gəl bundan da yığ qat içinə. Yaz yenə gəldi. Ardından qızımla yoldaşım gəldi. Biz də yeməyimizi yedik. Şirniyyatımızdan çayımızı içdik. Balaca qızım bunu çox xoşlayır. Hətta qızlarımın üçü də çox xoşlayır. Mənim 3 dənə qızım var. Bu arada çəkmirəm, amma bir sürü daha işlərdə görürəm evdə. Dayanmaq yoxdur. Burada qablarımı yuyacağım. Mənim moykam zaten heç nəyim olmadığına görə gündə bir kərə yuyuram qabları. Burada da tovuqlara baxıram. Tovuqlar növbəyə düzülübdür. İnşallah yumurta yığacaqlar. Gələn videoda da mən sizə yumurta sataraq necə özümə paltar maşını almışam, onu sizinlə bölüşəcəm. Evə çıxırıq. Yumurtaları yerinə beləcə qızım yığır. Çox xoşuna gəlir yumurtaları yerinə yığmaq. Burada hətta bərk qoyur. Mən də dəllənirəm. Seni yiyeyim, söylür mənə kömək elədiyinə görə. Ardından qablarımı yudum. Axşam saat 7'de tovuqları yerinə salıb evə çıxdım. Aralıqda kələm dolması da pişirdim axşam üçün.